Amerika ilə İsrail yansalar, vəsə, İran 100% deyir ki, mən qalibəm. Xameyni rəhbər. Yansalar vəssalam. Azərbaycan şəxsiyyəti salam artıq 2 həftədir ki, faktiki olaraq 2 həftədir ki, İran, İsrail, Amerika müharibəsi davam edir və ilk günlərdən əgər Birləşmiş Ştatların və İsrailin durmadan zərbələrini görmək mümkün idisə, indi vəziyyət bir balaca dəyişib. Düzdür, zərbələr hələ də davam edir. Düzdür, hələ də durmadan 5000-dən artıq hədəfin məhv olunması barəsində məlumatlar yayılıb. Söhbət İrandakı hədəflərdən gedir. Amma İran da dayanmır, İran da durmadan zərbələrini endirir və ələxüsusən söhbət Körfəz boyu ölkələrin, ərəb ölkələrinin ərazisində olan obyektlərin, infrastrukturun məhvindən gedir, söhbət gəmilərdən, şəhərə endirilən zərbələrdən, aeroportdan, plus neft ayırma zavodlarından, platformalardan, bir sözlə iqtisadi nöqteyi nəzərdən Avropaya və Avropanın əli ilə Amerikaya təzyiq edə biləcək bir obyektlərə zərbə endirilir ki, bunun da müqabilində İran, aydın məsələ, İran çox gözəl başa düşür ki, Amerika və İsraili hərbi nöqteyi nəzərdən vurub keçə bilməz. Amma iqtisadi təzyiq hesabına bax, burada nəticə edə bilər. Çünki dünyanın başının üstündə nə dayanıb? Neft. Neft məsələsi, qaz məsələsi, bax, burada çox problemləri İran üçün təbii ki, həll edə bilər. Son 2 həftə İranda artıq vurulmayan obyekt qalmıyor. Nə şərqi, nə qərbi, şükürümütün iş qələtini mütünü dokunun, bir vurtucu bax. Söhbət hava hücumundan müdafiə qüvvələrindən, radioaktiv mübarizə sistemlərindən, raket qurğularından, raketlərdən, bunkerlərdən, hərbi hissələrdən, qərargahlardan, bir sözlə hərblə bağlı bütün infrastrukturdan gedir ki, orada faktiki olaraq çox az hədəf qalıb. Və hətta vəziyyət elə bir həddə çatıb ki, İranın hərbi hava qüvvələrinin obyektlərini vururlar. Niyə? Əslində qalsa İranın təyyarələrinin heç biri bir anadiyə yaramır. O 100%'dir. Və onların da hansı bir uçuş keçirməsi yadınızdadır. 2 ədəd Su-24 qalxmışdı. Niyə bilmirəm və bir ədəd Yak-130 da qalxmışdı havaya. Qalxmaq istedi və bunun müqabilində onları vurdu. Amma İranın raketləri yarayır. Və yaradığına da İsraildə, istərsə də Amerikanın obyektlərinin ələxüsusən radarlarının məhv edilməsində özünü göstərdi. Plus, İranın dini qədər özünə doğma olan ikinci bir silahı söhbət dronlardan gedir ki, dronlarla bəli, onlar çox yaxşı işləyə bilirlər və bu dronların qarşısını almaqda Körfəz ölkələri, Amerika, İsrail niyə görə çətinlik çəkir? Onlar drona raketlə cavab verirlər. Bu iqtisadi cəhətdən qətiyyən sərf eləmir. Burada Ukraynanın təcrübəsi olan tutucu dronlardan istifadə olunmur və çox az halda, çox nadir hallarda lüləli zenit artilleriyasından çox az istifadə olunur ki, hərçənd ki, dronlara qarşı onlar çox effektivdir. Effektivdir Rusiya-Ukrayna müharibəsində. Amma bunu təbii ki, nə ərəblər, nə də ki, Amerikalılar, nə də ki, İsrail geniş formada istifadə eləmək niyyətində deyil. Və məhz bu nöqteyi nəzərdən Patriot raketlərinin həddən artıq çox istifadəsi bu ilə bağlıdır. Düzdür, təyyarələrdən, helikopterlərdən o dronları tutmaq üçün istifadə edirlər. Xüsusən ərəb ölkələri dronlara qarşı Apache vertolyotlarından istifadə eləyir. Amma bu da bir vertolyot yaxşı bir dəfə qalxdı. Neçə dron vuracaq? 2-3 maksimum. Amma dalğa ilə dron gələndə onları vurmaq həddən artıq çətindir. Məhz bu nöqteyi nəzərdən artıq pat vəziyyəti yavaş-yavaş yaranmağa başlayıb. Hərbi dəniz qüvvələri tamamilə məhv edildi. Hərbi hava qüvvələri məhv edildi. Raketlər ki qalıb və bu raketlərin axırdan çıxmaq mümkün deyil. Plus, yeni liderin Müştəba Xameneyinin də seçilməsi bir daha nəyə göstərdi? Sepah İranda tam hakimiyyəti çox rahatlıqla ələ ala biləcək ki, bu istiqamətdə də gedir. Sepah hakimiyyəti tam ələ alsa, demirəm hakimiyyətə gəlsin, hakimiyyəti tam ələ alsa, vəssalam. İstər Amerikanın, istərsə də İsrailin hansısa bir balaca büdrəməsi dərhal Sepahın özünün müharibədə qalib kimi elan etməsi nəticələnəcək. Və bu olacaq həqiqətən də Donald Trump'ın və onun komandasının bu şəxsə birbaşa məğlubiyyəti. Düzdür, həmin şəxs bir dəqiqə yaralıdır, aldığımız son məlumatlara görə yaralıdır və o, məhz ona görə and içmə mərasimində cəmanın qabağına çıxa bilməyib, kardonuna bir dənə şəklini qoyub onun ətrafında həmişə kimi İranda ağlaşırdılar. Niyə ağlaşırlar? Lider seçmişsən də, niyə ağlayırsan?
nə bilim, onlara başa düşmək olmur. Nəysə ağlasınlar, özləri bilərlər. Yəni orada ağlaşırlar kardon şəklinə görə, problem deyil. İkinci bir tərəfdən artıq SEPA tədricən özünə sərf etməyən qüvvələri İranın daxilində belə kənara çəkə bilib. Düzdür, Trump və administrasiyası ümid edirdilər ki, bu tip kütləvi zərbələrlə İran xalqını ayağa qaldırmaq olacaq. Yox, olmayacaq. Bir, iş orasındadır ki, bu müharibədən əvvəl İranda çox güclü repressiya oldu və insanları qırdılar və insanların gözü qorxuldu. İki, bir sıra liderləri qırmaqla, hətta dövlətə qarşı olsa da, amma dini liderini sevən İranlılar ayağa qalxmadı. Əksinə, onlar artıq İsrail və Amerikaya qarşı köklənməyə başladılar. Üç barədə birazdan danışacağım. Hələ isə yaddan çıxarmayaq bu video abunə olmağı. Talih Carvist onu deyir, mən də onu deyirəm. Aycun da onu deyir ki, mütləq abunə olmaq lazımdır. Burada maraqlı məqamlara toxuna bilirik və toxunuruq da. Hansılara ki, bəzi yerlərdə toxunmurlar. Azərbaycan və Türkiyə istiqamətində baş vermiş hadisələr yaddan çıxarmayaq. Hamı desə, hamı yox. Hamı niyə? Hamı yox. Müəyyən qüvvələr desələr ki, yox, İran nə Türkiyə, nə də ki, Azərbaycana zərbə endirməyib, amma fakt göz qabağında idi. Və sonradan Azərbaycan prezidenti ilə İran prezidentinin telefon danışığı o demək deyildi ki, İran Azərbaycana zərbə endirməyib. Yox, bu sadəcə olaraq siyasətin tərkib hissəsidir. Və bura ümumiyyətlə heç nədən başa çıxmayanların girməsini mən qətiyyən məsləhət görməzdim. Bu tərəfi də var. Niyə görə 2 həftə durmadan bombardman raket zərbələri öz effektini lazımı qaydada vermir. 20-ci əsrin əvvəllərində Due doktrinası var idi. Həmin Due doktrinası özü nəyə ehtiva edirdi? Due doktrinasına əsasən 20-ci əsrin əvvəllərində aviasiya yeri yaranmışdı və belə hesab edirdilər ki, müharibəyə başlamazdan əvvəl və yaxud ümumiyyətlə müharibəni havadan başlamaq lazımdır və aviasiya durmadan düşmən dövlətin bütün ərazisini sözün əsl mənasında şumlamalıdır və quru qoşunlarını istifadə etməməklə belə bir uğur, qələbə əldə etmək olar. Bu da bu dəqiqə İsrail Amerika-İran müharibəsində Due doktrinasını görmək mümkündür. Havadan zərbələr. Nə qədər havadan zərbə indirirsən, indir. Xeyri yoxdur. Əskərin ayağı nə qədər ki, qoruya dəyməyib, belə də figurallə deyirəm onu, qələbə barədə danışmaq mümkün deyil. Sən hər şeyi dağıda bilərsən, hər şeyi. Amma nə qədər ki, sənin əskərin, o quru torpağı ayağı dəyməyib, tankı, artilleriya əskəri, heç bir qələbədən danışmaq mümkün deyil. Və tam əmin ola bilərsiniz ki, İran xalqı inanmıram ki, ayağa qalxsın. Əlaqəsi belə bir vəziyyətdə. Çünki orada qisas anlayışı var. Bu dəqiqə yüksək texnologiya dini fanatizmə qarşı döyüşür və bir qayda olaraq dini fanatizm texnologiya üzərində qələbə qazana bilir. Tarixi oxsaz bunu görəcəksiniz, mən nəyi nəzərdə tuturam. Və ona görə də dini fanatizmə qalib gəlməyin başqa yolları var. Texnologiyadan başqa yolları var ki, onlar artıq ikinci, üçüncü mərhələdə işə düşməlidir. Və Hörmüz boğazında tankerlərin vurulması, Hörmüz boğazının bağlanması, orada minalanma cəhdləri, bütün bunların hamısı İran tərəfdən atılır və dərhal da həmin o katerlər vurulur Amerika tərəfdən. Bir sözlə, kimsə tam üstündür demək belə həddən artıq çətindir. Bilirsiniz niyə? Bəli, Amerika vurur, İsrail vurur, bəli, obyektləri dağıdırlar, bəli, məhv edirlər. Amma nəticə olaraq nə əldə etmək mümkündür? Heç nə. 44 günlük müharibəni yadımıza salaq. Biz müharibənin ilk 2 həftəsini durmadan dronlarla zərbə etdik. Onun ardınca quru qoşunlarımız irəli getdi və nəticədə qələbəni əldə elədik. Bu müharibədə o yoxdur. İran aydın məsələdir ki, quru qüvvələrlə hücuma keçməyəcək. Amerikanın ərazidə quru qüvvəsi yoxdur. İsrailin quru qüvvələri ümumiyyətlə harda da Allah bilir. Və ona görə də və say baxımından da azlı yeri gəlmişə bu mümkün deyil. Çünki hələ İsrailin özü ikinci cəbhəsi var. Söhbət Hezbollaha qarşı döyüşlərdə gedir. Bu nöqteyi nəzərdən kiminsə bir üstün olacağı barədə danışmaq çox çətindir. Çox çətindir. Və ona görə də mən hələ də inanmıram ki, Amerika burada konkret olaraq özünün hansısa bir üstünlüyü barəsində danışsın, desin və belə bir təəssürat yaransın ki, vəssalam.
İstər süni intellekt, istərsə reallıqda əgər belə kütləni toplamaq mümkündür. Düzdür, burada adam çox deyil, İran ölçülərini götürəndə çox deyil, amma müştəbanın tərəfdarları da az deyil. Və burada söhbət dindən gedir. Dinə tankla qalib gəlmək mümkün deyil. Bu tip zərbələr, uşaq məktəblərinin ətrafına endirilən zərbələr də təbii ki, Amerika və İsrailə qarşı aqressiyanı artırır və hal-hazırda məktəblərə endirilən zərbələr daha çox əldə kozur kimi saxlanılır ki, uşaq qatillər və s. və ilaxır. Bəli, bu da var yeri gəlmişən, bu da çox güclü öz təsirini göstərir. Ona görə də Amerika və İsrail nə edəcəyini perspektiv üçün planlaşdıra bilmir. Əgər Amerika geri çəkilmək niyyətindədirsə, İsrail geri çəkilmir ümumiyyətlə. Səbəb çox sadədir. İsrail çox gözəl başa düşür ki, əgər geri çəkilsə, vəssalam, Sepahın komandanlığı altında yaşayan İran İsrailə saniyəsində belə rahat yaşamaq imkanını verməyəcək. Bu 100%-dir. Amerikanın əvvəlcə kənara çəkildi, dünyanın o biri tərəfində rahat yaşaya bilər və fikirləşərkən 10 ildən sonra gəlib yeni bir zərbə endirərəm. Bu da mümkündür. Əgər Müştəba Xameneyinin rəhbərliyi altında, Müştəba Xameneyinin Sepahla çox güclü əlaqələri var. Əgər Əli Xameneyi Sepahla sadəcə olaraq dil tapırdısa, Müştəba Xameneyi orta ranglı zabitlərlə çox gözəl münasibətdə idi. Və indi həmin orta ranglı Sepah zabitləri hamısı generaldır. Çünki generallar qırıldı. Onlar generaldır. Və ona görə də Müştəba Xameneyi ilə Sepahın indiki komandanlığı nə istəsə edə bilər. Nə istəsə İranda da, nə istəsə proksi qüvvələrində də və nə istəsə harada istəsə edə bilər və bunu da göstərə bilər. Vəziyyət bax belədir. Şahmat dilində desək, pat vəziyyətidir. O ki qaldı bu hadisələrin Azərbaycana əks sədası göstərdi. Göstərdi ki, Azərbaycanda Azərbaycan pasportu, Azərbaycan vətəndaşlığını daşıyan, amma mənən İran tərəfdə olan minlərlə insan var. Çoxdular. Və bunları paylaşımlarda da görmək mümkündür, layıqlarda və s. və ilaxır. Düz gizlənirlər, düz maskalanırlar, sosial şəbəkələrdə müxtəlif adlar və şəkillər altında özlərini biruzə verir. Amma yazdıqca hamısının kim olduğunu görürsən. Və burada da söhbət Müştəhid Xameneyi tərəfdarlarından gedir, Azərbaycanlı olaraq. Onlar üçün artıq Azərbaycan dövləti yox, Ağam Xameneyi var. Və bu çox təhlükəli bir məqamdır. Burada səhv kimdədir? Bax, bunu da araşdırmaq lazımdır. Bəli, bizim bu hadisələrin sonunda bizim xüsusi xidmət orqanları işləməyə başlayacaq. Amma məhz bizim axundların, Azərbaycan axundlarının, bizim dini qurumların belə boşluğa yol verməsi gətirib Azərbaycan üçün belə bir ağır nəticəyə gətirib çıxarda bilir. Və yenə dediyimi təkrarlayıram. Söhbət nədən gedir? İran Azərbaycana dron zərbəsi ediləndə anlamın elədilər ki, İran atmıyor. Azərbaycanda yaşayan Xameneyi ağamdır deyənlər konkret olaraq ki, İran atmıyor. İran atmayıb, onlar üzr istəməyiblər, buyurun prezidentlər də görüşdü, hər şey qaydasında da İran atmıyor. Anlamın eləyib özlərini daha doğrayırlar ki, atmıyor. Səbəb, onlar üçün Azərbaycan yox. Xameneyi başlar üçün, Fars başlar üçün Azərbaycan anlayışı yox. Onlar üçün Xameneyi var, onlar üçün Sepah var, onlar üçün Fars ideologiyası var. Azərbaycan onlar üçün yox. Bax, bu dəqiqə bizi üçün ən ciddi problem İran bizə atar, atmaz, biz müharibəyə girərik, girməliyik deyil. Bu dəqiqə bizim üçün əsas təhlükə məhz Azərbaycanda yaşayıb Fars ideologiyası ilə dünyasını quranlardır ki, onları təmizləmək lazımdır. Mütləq. Əks təqdirdə erməni düşmən olaraq onların yanında yalan olacaq. Belə, onlarla vurarlarsa özləri bilərlər. Əsas odur ki, bizə zərbə dəyməz. Ən vacibi bax budur. Salamat qalın. Əsas odur.